Hər vaxtınız xeyir, əziz izləyicilər. Hər birinizi salamlayıram kanalımda. Bugün növbəti video ilə sizin qarşınızdayam. Lakin videoya keçməmişdən qabaq, bundan qabaq paylaşdığım video ilə bağlı bəzi fikirlərimi səsləndirmək istəyirəm. İlk olaraq hər birinizə videoma baxan, onu bəyənən, paylaşan, şərh yazan hər bir kəsə öz təşəkkürümü bildirmək istəyirəm. Bəyənən və bəyənməyən əlbəttə ki, çünki orada bəyənməyənlər də oldu. Hər birinizə təşəkkür etmək istəyirəm. Sizin sayənizdə video xeyli baxış əldə etdi və bununla da daha geniş auditoriyaya çatmaq imkanı əldə etdi. Çox sağ olun, təşəkkür edirəm sizə. İkinci məsələ, şərhlərə keçmək istəyirəm. Şərhlərdən belə fikir yaranır ki, izləyənlərin bir qismi düşünür ki, mən Vəli Əlibəyov Ukrayna və Zelenskiyə qarşıyam. Onları görməyə gözüm yoxdur. Ancaq ki, bu belə deyil. Mənim əvvəlki çıxışlarımı da, 2014-dən bəri olan çıxışlarımı da, şərhlərimi, təhlillərimi izləsəniz, görərsiniz ki, mən hər zaman Ukrayna xalqının yanında olmuşam, Zelenskinin yanında olmuşam, onu dəstəkləmişəm və bundan sonra da Slava Ukrayna necə deyərlər, inşallah onlar öz ərazilərini işğalçıdan azad edərlər və bu müharibə də tezliklə bitər və Ukrayna xalqı öz yaralarını sağaldar. Şərhlərin bir çoxuna əlbəttə ki, videonun altında cavab vermişəm. Sadəcə istəyirəm burada da bəzi məsələlərə öz fikrimi bildirim. Deməli, izləyicilərimizdən biri Azərbaycanda politoloqlarla şou əhlinin artmağından narahatdır. Mən də bundan çox narahatam, əziz izləyici. Əlbəttə ki, Azərbaycanda politoloqlar həddən artıq artır. Mən özüm 95-ci ildə politologiya diplomunu alan bir şəxsəm. Mənim öz tələbələrim artıq, indi onlar da şərhçidirlər. Yəni sözüm onlara deyil, əlbəttə ki. Ancaq elələri var ki, ümumiyyətlə heç bir nə politologiya, ümumiyyətlə heç humanitar sahədə təhsili olmadan politoloqluqla məşğuldurlar və şərhlərlə, analitika ilə çıxış edirlər. O baxımdan mən sizinlə razıyam. Amma ki, sizin dəstəyiniz Azərbaycanda əsl politoloqları üzə çıxarmağa kömək edəcək. Yəni, siz də onların yanında olsanız, bu problemi biz birlikdə həll edə bilərik. Növbəti bir məqamı toxunmaq istəyirəm şərhlərdə olan. İzləyicilər mənim dediklərim fikirlərlə bəzi izləyicilər razı olmadılar. Onlar deyirlər ki, Zelenski Ağ Evdə əsl kişi kimi hərəkət etdi, Trampa yaltaqlanmadı və belə də olmalı idi. Əziz izləyicilərim, mən sizinlə tamamilə razıyam. Əgər milli mentalitetimizi götürsək, bizim yanaşmamızı götürsək, əlbəttə ki, Zelenski orada düzgün hərəkət etdi. Lakin biz nəzərə almalıyıq ki, Zelenski orada öz problemini həll etməyə getməyib. Yəni, şəxsi problemini ki, kiminsə qarşısında yaltaqlanmaqla o özünə hansısa bir üstünlük, dividend əldə edir. Zelenski orada müharibə içində olan və gündə yüzlərlə, minlərlə itkiyə məruz qalan bir xalqın prezidenti kimi getmişdi. O nöqteyi nəzərdən o əlindəki olan bütün imkanlardan istifadə edərək Trumpın simpatiyasını qazanmağa çalışmalıydı. Çünki Trumpın simpatiyasını qazanmaq o demək idi ki, Amerika Birləşmiş Ştatları Ukraynaya yardımlarını davam edəcək. Bu bir. İkincisi, Amerika Birləşmiş Ştatlarının bu müharibəni bitirmək istəyi eyni zamanda bu sülh müqaviləsində Ukraynanın da maraqlarını nəzərə almasına gətirib çıxara bilərdi. Təəssüf ki, belə olmadı. Zelenski öz emosiyalarına qalib gələ bilmədi. Hansısa bir jurnalistin deməli, təxribat xarakterli geyim barədə olan sualına sakitcəsinə cavab vermədi və bunun nəticəsində ümumiyyətlə oradakı görüş bir farsa çevrildi və bunun nəticəsində görüş alınmadı. Və son məlumata görə Donald Trump dünənləri səhv etmirəmsə artıq sərəncam imzalayıb ki, Ukraynaya olan bütün yardımlar dayandırılsın. ABŞ-ın Ukraynaya yardımları barədə çox danışmaq istəməzdim. Sadəcə onu demək istəyirəm ki, Ukraynanın bu vaxta qədər Rusiya ilə müharibədə tab gətirməsinin əsas səbəblərindən biri də
məhz Amerika Birləşmiş Ştatlarının Ukraynaya göstərdiyi həm maddi, həm də hərbi yardımı idi. Deyə bilərsiniz ki, Avropa da yardım edir. Bəli, Avropa da edir, Türkiyə də edir. Lakin onların etdikləri yardımlar heç Amerika Birləşmiş Ştatlarının etdiyi yardımın yarısı etmir. Yəni siz bunu da nəzərə alın və mənim hesablamalarıma görə əgər həqiqətən də Amerika Birləşmiş Ştatları yardımları kəsərsə, yaya qədər hələ Ukrayna tab getirə bilər bəlkə də, amma yaydan sonra artıq onun məğlubiyyəti qaçılmaz olacaq. Dünən bilirsiniz ki, Londonda da Avropa liderlərinin görüşü olmuşdu və orada da təəccüblü olsa da İngiltərənin baş naziri çıxış edərək Trumpla razılaşdırılmalı olduğu məsələləri dilə getirmişdi. Yəni bu o deməkdir ki, Avropa baxmayaraq ki, hazırda onlar Zelenskini qəhrəman edərək qabağa veriblər Putinlə mübarizədə, ancaq onlar görəndə ki, Amerika Birləşmiş Ştatları, yəni Trump hakimiyyəti Avropanın təhlükəsizliyini öz üzərinə götürmür. Bunlar da artıq Amerika Birləşmiş Ştatlarla danışıqlara getməyə hazırlaşırlar. Son nəticədə Zelenskinin Putinlə üz-üzə qalmaq təhlükəsi gözləyir. Yəni bütün bunları nəzərə alaraq mən o videonu hazırlamışdım. Bugünkü videoda Trump'ın Putinə və Zelenskiyə olan fərqli münasibətləri barədə danışmaq istəyirəm. Niyə görə Trump Zelenskiyə soyuq münasibət bəsləyir? Birincisi ondan başlayaq ki, mən bunu səhv etmirəmsə, keçən videoda da qeyd etmişəm. Zelenski artıq neçə müddətdir ki, Avropanın bir qəhrəmanına çevrilib. Onun üçün bütün qapılar açıqdır. Onu beynəlxalq səviyyədə keçirilən yüksək zirvə görüşlərinə dəvət edirlər. Avropa mediası onun üzünə hər zaman açıqdır. Elə Amerika mediası özü də. Bir növ qəhrəman obrazına çevrildi və həmçinin Zelenski Qərb demokratiyası və Rusiyaya qarşı mübariz simvoluna çevrilib neçə illərdir. Bu özü Trump'ın qısqanclığına səbəb ola bilər. Çünki Zelenskidən fərqli olaraq Trump'a münasibət həm birinci prezidentlik dövründə, ələxüsus da ki, indi mənfidir. Bu həm Avropada, həm elə Amerikanın özündə o çox ciddi deməli təpkilərlə qarşılaşır, həm Amerikada, həm Avropada. Yəni bu əlbəttə ki, onun xoşuna gələ bilməz idi. Çünki o istəyər ki, hər yerdə lider kimi onu göstərsinlər, ona hörmət etsinlər, hər yerdə birinci olsun. Lakin neçə illərdir ki, artıq bu funksiyanı öz üzərinə Zelenski götürüb. Yəni bu birinci məqamdır ki, Trump düşüncəsində olan insanlar heç zaman özlərindən başqa parlaq şəxsləri sevməzlər. Yəni bunu aydınlaşdırdıq. Bu birinci məqamdır. İkinci məqam və hətta mən deyərdim ki, bəlkə də ən vacib məqam, yadınızdadırsa, Trump'ın birinci prezidentlik dövründə onun impeachment məsələsi qalxmışdı. Deyə bilərsiniz ki, Trump'ın impeachment məsələsinin Zelenskiyə və ya Ukraynaya nə aidiyyatı ola bilər? Aidiyyatı odur ki, bu impeachment birbaşa Zelenski ilə bağlı idi. O zaman Amerika Birləşmiş Ştatlarında bunu Ukrayna Gate skandalı adlandırırdılar. Söhbət nədən gedirdi? Impeachmentin əsas səbəbi Donald Trump'ın öz vəzifə səlahiyyətlərindən suyu istifadə etməsi idi. Bildiyiniz kimi 2020-ci ildə Donald Trump'ın prezident seçkilərində əsas rəqibi Joe Biden idi və Joe Biden'in oğlu Hunter Biden 2014-cü ildən 2019-cu ilə qədər Ukraynanın Burisma adlı qaz şirkətində çalışır. Və bu müddət ərzində ona həddən artıq yüksək əmək haqqı verilib. Baxmayaraq ki, onun bu sahədə elə də ciddi təcrübəsi yox idi. Və elə o zaman Donald Trump yeni seçilmiş prezident Zelenskiyə zəng edərək ona bir məsələdə kömək etməyi xahiş etmişdir. Donald Trump iddia edirdi ki, Ukraynanın baş prokuroru
Şokinin vəzifədən azad edilməsinin əsas səbəbkarı Joe Biden idi. Çünki bu prokuror Burisma şirkətində korrupsiya hallarını araşdırırdı. Və Trumpın da Zelenskidən istəyi o idi ki, Zelenski bu versiyanı dəstəkləsin və qeyd etsin ki, həqiqətən də Burisma şirkətində korrupsiya halları baş verib və prokurorun da işdən azad olunmasında birbaşa Joe Bidenin təsiri və ya təzyiqi olub. Donald Trump Zelenskidən bu versiyanı dəstəkləməsini xahiş edib və onun qərarından Amerika Birləşmiş Ştatlarının Ukrayna üçün nəzərdə tutulmuş 400 milyon dollarlıq yardımla birbaşa əlaqələndirib. Əslində isə baş prokuror Şokinin vəzifəsinə azad olunmasının əsas səbəbi onun özünün korrupsioner olması idi. Əlbəttə ki, Zelenski Trumpın bu xahişini yerə salır və söhbət də bununla bitməli imiş. Lakin bir müddət sonra Amerika kəşfiyyatının anonim bir üzvü Ağ Evə xüsusi bir arayış göndərib və o arayışda Trump Zelenski arasında baş tutmuş telefon danışığı məsələsini açıqlamışdır. Və qeyd etmişdir ki, Trump Zelenskiyə təzyiq göstərmək istəyib. Bu məlumat əldə olunandan sonra demokratlardan ibarət nümayəndələr palatası dərhal araşdırmaya başladı və müəyyən olundu ki, həqiqətən də Trumpın Zelenski ilə telefon danışığından sonra Trump Ukraynaya olan hərbi yardımı qarşısını alıb onu dondurub. Və 18 dekabr 2019-cu ildə Nümayəndələr Palatası Trumpı günahkar sayaraq ona impeachment elan etdi. Impeachment 2 maddə ilə əsaslandırılmışdı. Birincisi, hakimiyyətdən sui-istifadə, Ukraynaya təzyiq etmə və ikincisi, Konqreslə əməkdaşlıqdan imtina. ABŞ Senatı Donald Trumpa qarşı məhkəmə prosesi keçirdi, ancaq respublikaçılar onun impeachmentinin əleyhinə səs verdilər. Beləliklə, bu impeachment Donald Trumpa çox ciddi təsir etdi. 2020-ci ilin seçkilərində Joe Biden bu məsələdən istifadə edərək seçki kampaniyasında Donald Trumpı məğlub edə bilmişdi və bu məğlubiyyəti də ola bilsin ki, Donald Trump birbaşa bunun əsas səbəbini Zelenski və Ukraynada görmüşdür. Düşünürəm ki, bugün Donald Trumpın Ukrayna və Zelenskiyə qarşı olan mənfi münasibətinin əsas səbəblərindən biri də bu imiş. Putinin də Zelenskiyə mənfi münasibəti bu iki lideri daha da yaxınlaşmasına, Trumpla Putinin daha da yaxınlaşmasına səbəb ola bilər. Ancaq bir məqam da var ki, bir məsələ də var ki, Donald Trump hələ 2018-ci ildə görüşlərinin birində qeyd etmişdir ki, o Vladimir Putinə daha çox etibar edir, nəinki Amerika Birləşmiş Ştatlarının xüsusi orqanlarına. Bugünlük bu qədər. Diqqətinizə görə təşəkkür edirəm. Bir daha sizi aktiv olmağa, videonu bəyənməyə, paylaşmağa və şərhlərdə öz fikirlərinizi yazmağa dəvət edirəm. Çox sağ olun. Diqqətinizə görə sağ olun.